Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur alacağım, budur alacağım. Hoş öylesi əzizləyicilərimiz. 102 Xəbər Info və Inform Xəbər TV'nin içiləri olarak biz bu günləri Aksafarovun şəhidlik xiyabanını ziyarət edirik. Vətən, bəli, hər zaman ən dar günlərində öz mərd oğullarına sığınmış, onlardan kömək istəmişdir. Və üzü bəri 1988-ci ildən faşist erməniləri torpaqlarımıza çoxlanda, Qarabağımız od alov içində olanda, kəndlərimiz, şəhərlərimiz yanmağa başlayanda vətən öz oğullarına üz tutdu. Əyninə dava paltarı geyinərək döyüşlərə yollanan Aksafa yiğitlərimizdən çoxsu şəhid oldu, çoxsu qazi oldu. İstər 92-ci il, istərsə də 44 günlük müharibədə Ali Başkomandanın rəhbəri ilə torpaqlarımız azad olunanda onlar şəhidlik zirvəsinə yüksələr. Bax, bu şəhidlərimizin bugün məzarı önündə baş əyir, diz çökülür. Allah onlara rəhmət eləsin. Və bugün Cənab Prezidentimizin onları demək olar ki, ölümündən sonra təltif elədi, küçələr adına verilmiş, məktəblər adına çalınmışdır. Yaşasın Prezidentimiz, yaşasın Azərbaycan devləti. Olsun. Bitəcək həsrətdən